Değerli dostlar, Ramazan ayının önemli suallarından birisi de budur. Ne zamana kadar sahuru kabul edebiliriz? Sahurda bereket var diyen Allah'ın Resulü aleyhissalatü vesselam ümmetini oyadar, ayıldar. Biz hamımız sahura qalmağa çalışırıq. Bu bərəkətdən nəsibimizi almaq istərdik. Quran-ı Kerim əslində ağ ipin qara ipdən ayrıldığı zamana qədər yeyin için ayəsi bizə bir önəm verir. Odur ki, əllərimizdə təqvim var. Bölgələrimizdə bu təqvimin vaxtı digərindən fərqlənir. Bəzən 3, 4, 5 dəqiqə, 6 dəqiqə, bəzi bölgələrdə isə 10 dəqiqə, 12 dəqiqəyə qədər artabilir. Ona görə əlimizdəki təqvimlərə baxmamız şərtdir. Odur ki, axşam iftarından sonra əslində səhər əzanına qədər olan vaxt bizim yeyib içə biləcəyimiz zaman dilimidir. Ancaq bir neçə dəqiqə əzandan öncə ehtiyat olaraq götürülür. Xüsusən bu təqvim Ramazanda təyin olunur. Dəyərli dostlar, ona görə bu təyinata diqqət yetirək. Oruç kimi önəmli bir ibadəti yerinə yetirməmiz üçün təqvimə baxmamız şərtdir. Allah oruçlarımızı qəbul etsin.